Ölkədə bankçılıq sistemində yeni bir istiqamətin tətbiqinə başlanır. Bu ildən etibarən şəriətə uyğun bank məhsullarının təqdim edilməsi üçün hüquqi baza formalaşdırılır. Bu çərçivədə bəzi banklar daxilində şəriət prinsiplərinə uyğun maliyyə xidmətləri, o cümlədən faizsiz kredit imkanları yaradılması nəzərdə tutulur. Bu yeniliklə bağlı Mərkəzi Bank tərəfindən müvafiq qanunvericilik aktlarına dəyişikliklər layihəsi hazırlanaraq aidiyyəti dövlət strukturlarına təqdim olunub. Layihədə İslam bankçılığının təşkili, şəriətə uyğun məhsulların tətbiqi və bunun üçün zəruri normativ hüquqi çərçivənin qurulması nəzərdə tutulur. Hazırda pilot layihə olaraq 2 bankda İslam bankçılığı güşəsi var. Bu istiqamətdə hüquqi və tənzimləyici bazanın formalaşdırılması üçün işlər davam edir. Məqsəd bazarda bu cür maliyyə məhsullarına tələbatı qiymətləndirmək və daha geniş həcmdə tətbiq üçün əsas yaratmaqdır. Maliyyə mütəxəssisi İsmail Məmmədov deyir ki, İslam dinində faiz haram hesab olunduğundan sözügedən sistemdə kredit faizsiz, lakin ticarət anlayışı ilə veriləcək. Yəni vətəndaşın əldə etmək istədiyi məhsulu bank alacaq və üzərinə pul qoyaraq ödənişi hissələrə bölüb satacaq. Ənənəvi bankçılıqda əsasən pul satılırdısa və pul verilirdisə kreditə və kredit faizlə alınırdısa, İslam bankçılığında birbaşa pul verilmir. Belə ki, İslam bankçılığında hər hansı bir məhsul və ya xidmətlərin bank tərəfinə təqdim olunması həyata keçirilir. Burada kredit müqaviləsi yox, alqı-satqı müqaviləsi həyata keçirilir. Burada ödənişlər hissə olaraq məhsulların qiymətindən çıxarılır. Yəni üzərinə əlavə faiz dərəcəsi hesablanmır. Misal üçün belə götürsək ki, 10.000 manatlıq hər hansı bir məhsul və hər hansı bir avadanlıq alınırsa, onu bank 11.000 manata müştəriyə təqdim edir və onun hissə ödənişlərini qəbul edir. Mərkəzi Bankdan bildirilib ki, İslam bankçılığının təşkili prosesində xarici təcrübəyə əsaslanma başlıca prioritetlərdəndir. Belə ki, dəyişikliklər layihəsi beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb və yerli qanunvericiliyə uyğunlaşdırılıb. İsmail Məmmədov deyir ki, bu sistemdən əsasən sahibkarlar və iş adamları yararlana biləcəklər. Hal-hazırda Azərbaycanda tətbiq edilən pilot layihələrdə ilkin olaraq kiçik və orta sahibkarlar, biznes müəssisələri və bizneslə məşğul olan şəxslər bundan hələ ki yararlana bilərlər. Burada ikinci bir tərəfdə depozit hissəsidir. Burada da belə bir yanaşma var və burada belə göstərilir ki, əgər siz istifadə etmədiyiniz pulu banka yerləşdirdiyiniz halda, bank mənfəət əldə etdiyi halda bunun 80%-ni müştəriyə, 20% isə banka qalır. Əgər zərər etmiş olduğu halda bank öz kapitalından bu zərəri qarşılayır. Hazırda bu yanaşma İslam pəncərəsi modeli çərçivəsində tətbiq ediləcək və ilkin mərhələdə mövcud banklar vasitəsilə bu tip kredit məhsullarının təqdim olunmasına başlanması planlaşdırılır. Gələcəkdə isə şəriət prinsipinə əsaslanan ayrıca bankların yaradılması da müzakirə mövzusudur. Ayşən Sərdar qızı, Namiq Hüsiyev, Xəbər Ertəsi.